Hər kəsə salam. Kürə peçi olanlar, heç yerdə görmədiyiniz kürə peçi aksesuarını sizlərə təqdim edəcəm. Bu video tam da sizin üçündür. Videonu sonacan izləyin. Aksesuarımız 3 hissədən ibarətdir. Alt hissəsi, qalın tavası və paslanmayan metaldan izqara setkası. Bu atlıq elə belə atlıq deyil. Bu atlığın hər 4 ayağında xüsusi olaraq dəmirdən təkərlər hazırlanmışdır ki, kürənin içərisinə yerləşdirildikdən sonra çox rahatlıqla kürənin içərisinə hərəkət etdirə bilərsiniz. Tava isə Türkiyənin məşhur firması olan Nüssə firmasının qalın tavasıdır. İstiyə davamlıdır. Kürənin içərisində istifadə zamanı bu şəkildə yerləşdirilir. Daha sonra üzərinə izqara setkamızı da bu şəkildə rahatlıqla yerləşdirə bilərik. Bu əsasən evlər üçün, restoranlarda kürə peçləri olanlar üçün, obyektdə kürə peçləri olanlar üçün çox gözəl, əlverişli bir aksesuardır. Bunun üzərində artıq təndirdə bişirdiyiniz kimi quzunun qabırğa hissəsini, bud hissəsini, istədiyiniz bütün növ ətləri, balıq, toyuq, tikə, istənilən ət məhsullarını çox rahatlıqla bişirə bilərsiniz. Alt gözünə yenə həmçinin istəsəz tərəvəz doldurub bişirə bilərsiniz. Həmçinin istəsəz istədiyiniz ət məhsullarını çox rahatlıqla hər iki hissədə bişirə bilərsiniz. Bişirmə qaydasını sizlərə göstərəcəm. Tavamızı rahatlıqla yerləşdiririk. Mən daha uzun olsun deyə yağlı kağızdan istifadə edirəm. Üzərinə pomidor əlavə edirəm, daha sulu olsun deyə. Daha sonra setkamızı yerləşdiririk. Balıqlarımızı setkamızın üzərinə düzürük. Gördüyünüz kimi çox rahatlıqla düzülür. Bunun üzərinə quzunun qabırğa hissəsini, quzunun qolu hissəsini də çox rahatlıqla düzə bilərsiniz. Yəni üzərinə xeyli ət doldura bilərsiniz. Alt hissəyə də həmçinin 8 nəfərin yeyə biləcəyi qədər, yəni burada porsiyon yemək var. Restoranlar üçün də bu əlverişlidir ki, gələn müştəriləri üçün bunu set şəklində pişirib öz müştərilərinə təqdim edə bilərlər. Formada hazırdır. İndi isə mən bunu kürədə pişirmə qaydasını sizlərə göstərəcəm. Həmçinin aksesuarımızın kürənin içərisində necə rahatlıqla hərəkət etdiyini videoda görə bilərsiniz. Kürəmizi daha əvvəldən yandırmışdıq. Kürəmizdə artıq yetərli qədər temperatur var. Normalda bu cür yeməkləri bişirməkdən ötəri kürədə minimum 200-230 dərəcə arası temperatur olmalıdır. Aksesuarımızın ölçüsü barədə sizə məlumat vereyim. Aksesuarımızın kürənin qapı hissəsindən keçən hissəsi, yəni eni 40 santimdir, uzunluğu isə 44 santimdir. Aksesuarda istifadə olunan tavanın isə ölçüsü 42-nin 38 ölçüsündədir. Bizim mağazada satışda olan 8 model kürə qapısının hər birindən bu aksesuar çox rahatlıqla keçir. Təkərli səbət aksesuarını qaz ilə yandırılan kürələrdə istifadə etdiyiniz kimi, odun ilə qızdırılan kürələrdə də istifadə edə bilərsiniz. Aksesuarın hər iki tərəfində qulp olduğundan balaca kürələrdə siz sadəcə əlcəkdən istifadə etməklə bu aksesuarı çox rahatlıqla yerləşdirib çıxarda biləcəksiniz. Gördüyünüz kimi balıqlar qıpqırmızı qızardı, kartoşka da çox gözəl şəkildə bişdi. Siz təkərli səbət aksesuarının üzərində istədiyiniz ət məhsulları və tərəvəzləri çox rahatlıqla bişirə bilərsiniz. Bu aksesuarı üstün edən cəhət onun 4 ayağında təkər olmasıdır. Çox rahatlıqla kürənin içərisinə yerləşdirilir və çıxardıla bilir. İstifadə olunan material setka hissəsi paslanmayan metaldır. Tava hissəsi isə istiyə davamlı, qalın Türkiyə istehsalı tavadır. Çox zaman kürələr tikildikdən sonra onun içərisində yemək bişirmək çətin bir işə çevrilir. Bu aksesuar tam da sizin üçündür və sizin köməyinizə çatacaq.
İnşallah növbəti videolarımızda digər ət məhsulları və tərəvəzlərin aksesuarımızın üzərində necə gözəl və rahat pişməsini sizlərə göstərəcəyik. Siz də bu aksesuardan əldə etmək istəyirsinizsə, sarayda yerləşən Odu Davamlı Materiallar mağazası ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəmiz 055 673 25 65. Həmçinin WhatsApp vasitəsilə də əlaqə saxlayıb öz sifarişlərinizi verə bilərsiniz. Hər zaman yeni məhsullardan xəbərdar olmaq istəyirsinizsə, YouTube kanalımıza abunə olub bildirişlər bölməsini aça bilərsiniz. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah növbəti videolarda görüşənədək.